Əziz abituriyentlər, kanalımızda hər birinizi xoş gördük. Dostlar, bugün üçbucaqlar mövzusu ilə davam edirik. Üçbucaq bərabərsizliyi, üçbucağın perimetrinin deməli sualların izahına baxacağıq. Dostlar, gəlin başlayaq. Birinci sualda nə deyir? Deyir ki, iki tərəfi 7,8 cm və 3,4 cm olan üçbucağın üçüncü tərəfinin ən böyük tam qiymətini tapın. Dostlar, ixtiyari üçbucaqdan söhbət gedirsə, bizim belə bir qaydamız var idi. Üçbucağın tərəflərinə AB, bir də X desək, üçüncü tərəfin qiymətini axtardıqda, üçüncü tərəfin qiyməti digər tərəflərin cəmindən kiçik, fərqinin isə deməli modulundan böyük olmalıdır. Onda dostlar, üçüncü tərəfi biz X adlandırsaq, digər tərəflər bizə məlumdur. 7,8 ilə 3,4-dür. Bu tərəflərin cəmindən kiçik, fərqinin isə modulundan, yəni 7,8 çıxılsın 3,4-ün modulundan böyük olmalıdır. Onda dostlar, deməli 7,8-dən 3,4 çıxanda qalır 4,4 və 7,8-dən 3,4-ün cəmi bərabərdir 11,2-yə. Yəni x 4,4 ilə 11,2 arasında qiymətlər ala bilər. Bizə deyir ki, üçüncü tərəfin ən böyük tam qiymətini tapın. Deməli, x-in ala biləcəyi maksimal deməli tam qiymət bizdə 11,2-dən kiçik 11-ə bərabər olmalıdır. Bu da olacaq A variantı. Növbəti baxıram ikinci suala. Dostlar, ikinci sualda eyni qaydada həll olunur. Deyir ki, iki tərəfi 6,9 və 5,7 cm olan üçbucağın üçüncü tərəfinin ən böyük tam qiymətini tapın. Bayaqki qaydaya əsasən dostlar, üçüncü tərəfin qiyməti digər tərəflərin cəmindən kiçik, yəni 6,9 ilə 5,7-nin cəmindən kiçik, fərqinin isə modulundan böyük olmalıdır. Yəni 6,9 çıxılsın 5,7-nin fərqinin modulundan böyük olmalıdır. Onda dostlar, 6,9-dan 5,7-nin çıxanda qalır 1,2 və 6,9 ilə 5,7-nin cəmi bərabərdir 12,6-ya. Deməli, x 1,2 ilə 12,6 arasında qiymətlər ala bilər. Bizə deyir ki, üçüncü tərəfin ən böyük tam qiymətini tapın. Deməli, maksimum x-imiz tam qiymət olaraq maksimum bərabərdir. Deməli, 12-yə. Bu da olacaq bizdə C variantı. Növbəti keçirik üçüncü suala. Dostlar, üçüncü sualda deyir ki, körbucaqlı üçbucağın A, B və C tərəflərini deməli müqayisə edin. Dostlar, adından göründüyü kimi üçbucaq körbucaqlı üçbucaqdır. Körbucaqlıdırsa, deməli, bucaqlardan biri kördürsə, digərləri iti bucaq olmalıdır. Biz bilir ki, körbucaq qarşısına dayanan tərəf ən böyük tərəfdir və böyük bucaq qarşısında böyük tərəf dayanır, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Onda dostlar, deməli 2 alfa ilə alfa bucaqları, baxın, iti bucaqlardır. Onda C tərəfinin qarşısına dayanan, baxın, bu bucaq kördür. Onda bu o deməkdir ki, C tərəfi bizdə ən böyük tərəfdir və 2 alfa alfadan böyük olduğu üçün 2 alfanın qarşısına dayanan tərəf B tərəfi C-dən kiçik və alfanın qarşısına dayanan A tərəfi isə ən kiçik olacaq. Deməli, ən böyük bucağımız kör bucaq, sonra 2 alfa, sonra alfadır. Onda ən böyük tərəf C tərəfi, sonra 2 alfanın qarşısına dayanan B tərəfi və alfanın qarşısına dayanan A tərəfidir. C böyükdür B-dən, o da böyükdür A-dan. Bu da olacaq B variantı. Növbəti baxıram dördüncü suala. Dostlar, yenə kör bucaqlı üçbucaq verilib. Bizdən deməli bucaqların müqayisə eləmək istəyir. Biz bilirik ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Onda dostlar, ən böyük bucağımız kör bucaqdır. Yəni qamma kör bucaqdır. Bu içində ən böyük olandır. Və tərəfin biri 2A, digəri A-dır. 2A A-dan böyük olduğu üçün 2A-nın qarşısındakı bucaq beta bucağı, A-nın qarşısındakı bucaq alfa bucağından böyükdür. Deməli, qamma kör bucaq olduğu üçün hamısından böyükdür. O betadan, betada alfadan böyük olacaq. Qamma betadan, betada alfadan böyük. Bu da bizdə D variantında var. Növbəti keçirik dostlar 5-ci suala. Deyir ki, üçbucağın iki tərəfinin uzunluğu 2 və 5-dir. Üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Dostlar, perimetrdən danışırıqsa, birinci biz üçüncü tərəfi təxmin eləməliyik. Deməli, biz bilirik ki, üçbucağın üçüncü tərəfi, yəni x adlandırsam,
Digər tərəflərin cəmindən kiçik, fərqinin isə deməli modulundan nə olmalıdır? Böyük olmalıdır. Yəni x bu zaman 3-dən böyük, 7-dən isə kiçikdir. Perimetr dedikdə isə dostlar, perimetr 3 tərəfin cəmidir. Yəni perimetri götürdükdə bu zaman deməli 2-ni, 5-i və bir də x-i toplamalıyam. Bu da bərabərdir bizdə 7 plus x-a. Dostlar, x sözü 3 ilə 7 arasında dəyişdiyi üçün bu zaman 7 plus x-i də axtarsaq, bu zaman yuxarıdakı bərabərsizliyin hər tərəfinə götürüb deməli 7 qiymətini artırmalıyıq. Bu zaman 3-ün də üzərinə 7-ni gəlirəm, 7-nin də üzərinə 7-ni gəlirəm. Onda 7 üstəgəl x, yəni perimetrimiz 10-dan böyük, 14-dən kiçik olacaq. Deməli dostlar, 7 üstəgəl x perimetrə demişdik. Perimetr 10-dan böyük, 14-dən kiçikdir. Deməli 10-dan böyük, 14-dən kiçik, bu da bizdə Y variantında var. Növbətə baxıram 6-cı suala. Dostlar, 6-cı sualda üçbucağın iki tərəfinin uzunluğu 4 və 6 cm-dir. Üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Dostlar, birinci, üçüncü tərəfi təxmin eləməliyəm. Üçüncü tərəf digər iki tərəfin cəmindən kiçik, fərqinin isə modulundan deməli böyük olmalıdır. Yəni, üçüncü tərəfimiz x-imiz bizdə 2-dən böyük, ondansa kiçik olacaq. Bizdən perimetr istəyir. Perimetr 3 tərəfin cəmidir. Yəni, 4, 6 bir də x-in cəmidir. Bu da 10 üstə gəlinsin x deməkdir. Onda dostlar, 10 plus x-dirsə perimetr. Biz deməli x-in qiymətini tam bilmədiyimiz üçün perimetrin hansı aralıqda yerləşdiyini tapa bilərik. Onda yuxarıda verilən bərabərsizin hər tərəfinə 10 gələcəm. Orta tərəfə də 10 gəldik. Deməli, 2-nin üzərinə də 10 gəlirəm və sağ tərəfdə 10-un üzərinə də 10 gəlirəm. Bu zaman 12 kiçikdir 10 plus x-dan, o da kiçikdir 20-dən. 10 plus x perimetrə demişdik. Deməli, perimetr 12-dən böyük, 20-dən də kiçik olmalıdır. Bu da olacaq bizdə deməli D variantı. Növbəti keçirik dostlar 7-ci suala. Deyir ki, üçbucağın tərəflərinin uzunluqları nisbəti 5-4-3 kimidir. Üçbucağın perimetri 48 olarsa, onun kiçik tərəfinin uzunluğunu tapın. Dostlar, tərəflərin nisbəti 5-4-3 veribsə, bu o demək ki, üçbucağın tərəfi 5x, 4x və 3x uzunluğundaymış. Və perimetrimiz, yəni bunların cəmi bərabərdir bizdə 48 cm-ə. Buradan toplasaq, nəticədə alırıq 12x-imiz bərabərdir 48-ə, x-imiz də bərabərdir 4-ə. Və məndən deməli, kiçik tərəfin uzunluğunu istəyir. 5, 4, 3 nisbətində bölünübsə, 3-ə düşən hissə daha kiçik olacaq. Yəni, kiçik hissəmiz 3x qədərdir. Bu da 3, 4-ün bərabərdir 12-yə. Deməli, cavabımız olacaq D variantı. Növbətə baxıram 8-ci suala. Dostlar, 8-ci sualda oxşar qaydada verilib. Deyir ki, perimetri 27 cm olan üçbucağın tərəflərinin uzunluqları nisbəti 2, 3, 4 kimidir. Onun tərəflərini tapın. Dostlar, tərəflərin uzunluqları 2, 3, 4-dürsə, bu o demək ki, tərəfin biri 2x, digəri 3x, digəri də 4x imiş. Yəni, bunlar x-ə ixtisar gedib, nəticədə bu ədədlər qalıb. Bu cəm bərabərdir 27-yə, yəni perimetrə. Bunları topladıqda nəticədə 9x alıram. 9x-im bərabərdir 27, x-im də bərabərdir 3-ə. Onda tərəfin biri 2x-dir, yəni 2 üçün bərabərdir 6-ya. Digəri 3x-dir, 3 üçün 9 və digəri də 4x-dir, bu da 4 üçün bərabərdir 12-yə. Deməli, 6, 9, bir də 12 olmalıdır. Bu da A variantıdır. Növbəti keçirik dostlar 9-cu sual. Gəlin baxaq. 9-cu sualda nə deyir? Deyir ki, deməli, bizə verilən şəkildə AB-miz deməli 2-yə bərabərdir, BC-miz 3-dür, AD-miz 4-dür, CD-miz də 6-dır. Deyir, x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Dostlar, ABC üçbucağına baxsaq, deməli, üçbucaq yazırıq ABC-də. ABC üçbucağına görə baxsaq, üçüncü tərəfi axtaranda digər tərəflərin cəmindən kiçik, fərqinin isə deməli modulundan böyük olmalıdır. Buradan x-imiz deməli 5-dən kiçik və 1-dən isə böyük qiymət alır. Yəni 1 ilə 5 arası qiymətlər alır. Buradan alırıq ki, x daxildir, deməli 1-5 aralığına. İkincisi dostlar, ADC üçbucağına baxsaq, üçbucaq deməli ADC-də eyni qaydanı tətbiq eləsəm, bu zaman üçbucağın tərəfləri 4, 6, bir də x-dir.
Bu zaman x axtarsaq, 4 ilə 6-nın cəmindən kiçik və fərqini modulundansa böyük olmalıdır. Yəni x bu zaman 10-dan, deməli 2-nin arasında yerləşir. Bu zaman yazırıq ki, x daxildir, deməli 2 ilə 10 aralığına. Dostlar, deməli hər iki həlli, ödəyən həlləri axtarmaq üçün birincidən dedik ki, x bizdə 1 ilə 5 aralığında yerləşir və 1 5-in özünü ala bilmir. Baxın, bu aralıqda qiymətlər ala bilər. İkincidən isə aldıq ki, x deməli 2 ilə 10 arasında dəyişir və 2 10 qiymətlərinin özünü ala bilmir. Baxın, bu aralıqda yerləşir. Hər ikisinin ödədiyi həllər bizdə x-in, baxın, hər ikisinin ödədiyi həllər həm qırmızı, həm də göy rəngin olduğu hissədir. Yəni kəsişmə hissəsidir. Deməli 2-5 aralığıdır. 2-5 aralığından 2 ilə 5-in özü daxil deyil. Bu aralıqda ödəyə biləcək tam qiymətlər bizdə 3 ilə 4 qiymətidir. 3 ilə 4 qiyməti bizdən də x-in ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Onda 3 ilə 4-ün cəmi bərabərdir 7-yə. Deməli, cavabımız olacaq 7 qiyməti. Növbəti keçirik 10-cu suala. 10-cu sualda dostlar oxşar qaydada həll olunur. 10-cu sualda da deyir ki, AB-miz 2-yə, BC-miz 4-ə, AD-miz 5-ə, CD-miz də 8-ə bərabərdir. X-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. İndi dostlar, üçbucaq ABC üçün baxsaq, ABC üçbucağında deməli, tərəflərdən ikisi bilinir, üçüncü məhculdur. Üçüncü tərəfi axtarsaq, x axtarsam, digər tərəflərin cəmindən kiçik, fərqini modulundansa böyük olmalıdır. Bu zaman x bizdə yerləşir 6 ilə, deməli 2 aralığında. İkinci halda üçbucaq ADC-dən axtarsaq, eyni qaydanı ADC üçün tətbiq edirik. Bu zaman ADC-nin tərəfləri 5, 8, bir də x-dir. X-i axtaranda x 5 ilə 8-in cəmindən kiçik, fərqinin isə modulundan deməli böyük olmalıdır. Yəni x deməli 13 ilə bizdə 3 arasında yerləşir. İndi dostlar, bu dediklərimizi ədəd oxu üzərində göstərsək, birinci halda x bizdə 2 ilə 6 arasında yerləşir. Baxın, bu 2, bu da 6 nöqtəsi və özləri daxil deyil. 2 ilə 6 arasında yerləşir. İkinci halı isə gəlin qırmızı rənglə göstərək. İkinci halda x 3 ilə 13 arasında yerləşir. Baxın, bu bizim 3 nöqtəmiz, bu da olsun 13 nöqtəsi, bu aralıqda yerləşir. Hər ikisinin, yəni birinci həm də ikinci halını ödədiyi hissə həm qırmızı, həm də göy rəngin, baxın, bu olan hissədir. 3 ilə 6 aralığıdır. 3 ilə 6 aralığı, yəni x daxildir bizdə 3 ilə 6 aralığına və 3 ilə 6-nın özü daxil deyil. X-in ala biləcəyi tam qiymətlərin cəmini istəyir. 3 ilə 6 aralığında tam qiymətlər 4 ilə 5-dir. Deməli, cavabımız 4 ilə 5-in cəmi bərabərdir 9-a. Bu da olacaq bizdə B variantı. Növbəti keçirik dostlar 11-ci suala. Gəlin baxaq. 11-ci sualda nə deyir? Deyir ki, alfa bucağı bettadan, bettada qammadan böyük olarsa, verilən ifadəni deyir ki, sadələşdirin. Dostlar, bizim belə bir qaydamız var ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik tərəf dayanır. Onda alfa bettadan, bettada qammadan böyükdürsə, alfanın qarşısına dayanan tərəf A tərəfidir, A böyükdür, bettanın qarşısındakı B-dir, B-dən və ən kiçik bucağımız qammadır, onun qarşısındakı tərəf də C-dir. Deməli, qammanın qarşısına dayanan tərəf də ən kiçikdir. A B-dən, B də C-dən böyükdür. İndi dostlar, deməli, bu zaman bizə modulda A çıxılsın C, üstə gəlinsin modulda C minus B və çıxılsın modulda B minus A ifadəsi veribdir. Gəlin bunu sadələşdirək. Dostlar, deyir A-dan C-ni çıxmaq. A C-dən böyükdür və tərəflər olduğu üçün bunların üçü də müsbət qiymətlərdir. A C-dən böyükdür, böyük ədəddən kiçik ədədi çıxanda təbii ki, bizə müsbət qiymət verəcək. Onda dostlar, elə A minus C-ni modulsuzda olduğu kimi yaza bilərik. Sonra yazıb üstə gəlsin C minus B. Dostlar, C minus B, C B-dən kiçikdir. Kiçikdən böyüyü çıxanda biz mənfi alırıq. Moduldan mənfi çıxartmamaq üçün C minus B yerinə B minus C yazacağım. Ardınca minus, dostlar, B minus A ifadəsi var. B A-dan kiçikdir. Kiçikdən böyüyü çıxaranda bu zaman mənfi alınır. Moduldan mənfi çıxartmamaq üçün B minus A yerinə A minus B yazıram. Və bunu da sadələşdirsək, A çıxılsın C, üstə gəl B çıxılsın C, minus A plus B bərabərdir. Buradan A-lar gedir. Nəticədə 2B çıxılsın 2C ifadəmiz qalır. 2B çıxılsın 2C, bu da bizdə A variantında var.
Deməli, cavabımız A variantıdır. Növbəti keçirik 12-ci suala. Gəlin baxaq. Dostlar, 12-ci sualda da oxşar sual verilib. Şərtə görə beta alfadan, alfada qammadan böyükdür. Deyir, buna əsasən ifadəni sadələşdirin. Gəlin yazaq. Beta böyükdür alfadan, alfada böyükdür qammadan. Dostlar, qaydaya əsasən böyük bucaq qarşısında böyük tərəf dayanır, kiçik bucaq qarşısında kiçik tərəf. Beta'nın qarşısındakı tərəf deməli B-dir. Onda B böyükdür alfadan, alfanın qarşısındakı A-dır. Ən kiçik bucaq qammadır, onda ən kiçik tərəfdə olacaq qammanın qarşısındakı, yəni C tərəfi. B A-dan, A da C-dən böyükdür. Və bunlar da deməli fiqurun tərəfləri olduğu üçün tərəflərdə həmişə müsbət olur. Yəni sıfırdan böyükdülər. İndi dostlar, bizə verdiyi ifadə belədir. Modulda B minus C, üstə gəlsin modulda C minus A, çıxılsın modulda B minus A ifadəsi. Gəlin sadələşdirək. Dostlar, deyir B-dən C-ni çıx. Biz bilirik ki, B C-dən böyükdür. Onda böyükdən kiçik çıxanda modula ehtiyac qalmır. Elə mən bunu modulsuz B minus C kimi yaza bilərəm. Sonra C minus A verib. Dostlar, C A-dan kiçikdir. Kiçikdən böyük çıxanda mənfi eləyir. Mənfi almamaq üçün bunların yerini dəyişib çıxarıram. Yəni A minus C yazıram. Ardınca minus modulda B minus A yazıb. B A-dan böyükdür. B A-dan böyük olduğu üçün böyükdən kiçik çıxanda müsbət eləyir. Moduldan elə olduğu kimi çıxarırıq. Bu da bərabərdir. B minus C üstə gəl A minus C çıxılsın B plus bir də A'mız var. Buradan B'lər deməli gedəcək. Nəticədə 2A çıxılsın 2C qalır. 2A minus 2C bu da B variantıdır. Növbəti keçirik dostlar 13-cü suala. Gəlin baxaq. 13-də deyir ki, üçbucağın ABC tərəfləri deməli modulda A üstə gəl B çıxılsın 13. Üstə gəlsin modulda B plus C çıxılsın 14. Üstə gəlsin modulda A plus C minus 15. Kiçik bərabərdir 0-dan. Dostlar, modul ifadələrin cəmi bizə heç vaxt mənfi qiymət verə bilməz. Modulun deməli nəticəsi 0 ya da müsbət qiymət verməlidir. Əgər bu ifadə 0-dan kiçik bərabər yazıbsa, biz bunun kiçik halını qətiyyən düşünməməliyik. Biz bunun yalnız 0-a bərabər halını düşünə bilərik. Çünki modulun nəticəsi ən minimal variantda 0-a bərabər ola bilər. Onda dostlar, bu o deməkdir ki, modul A plus B çıx 13, üstə gəlsin modul B plus C çıxılsın 14, üstə gəlin modul A üstə gəlsə minus 15 bərabərdir 0. 0-dan kiçik olması heç cür mümkün deyil. Dostlar, 0-a da o zaman bərabər ola bilər ki, modulların üçü də 0-a bərabər olsun. Yəni, ancaq bir dənə hal var ki, üçü də 0-a bərabər olsun. Bu zaman deyirik ki, A üstə gəl B çıxılsın 13 bərabərdir 0, B üstə gəlsə çıxılsın 14 bərabərdir 0 və A üstə gəlsə çıxılsın 15 bərabərdir 0. Buradan ədədləri sağ tərəfə keçirsək, nəticədə A plus B bərabərdir 13-ə, B üstə gəlsə bərabərdir 14-ə, A üstə gəlsə də bərabərdir 15-ə. Bizdən nəyi soruşur? Deyir ki, bu üçbucağın perimetrini tapın. Dostlar, biz bilirik ki, perimetr bərabərdir üçbucağın tərəfləri cəmi. Yəni, A üstə gəl B üstə gəl C. Əgər bu üçün də tərəf-tərəfə toplasaq, bu zaman 2A üstə gəl 2B üstə gəl 2C alırıq. 13, 14-ün cəmi 27, 15 də gələndə nəticədə alırıq, deməli 42 cəmi. Və dostlar, hər tərəfi 2-yə bölsəm, ABC cəmi də bərabərdir. 42-ni 2-yə böləndə qalır 21. Deməli, bu o deməkdir ki, üçbucağın perimetri 21-ə bərabərdir. Cavabımız 21 olacaq. Növbəti keçirik 14-cü suala. Gəlin baxaq. Dostlar, 14 də oxşar qaydada həll olunacaq. Bizə deyir ki, ABC üçbucağın tərəfləridir. Modul A üstə gəl B çıxılsın 11. Üstə gəl modul B plus C çıxılsın 12. Və modul A üstə gəlsə minus 13 kiçik bərabərdir 0. Bayaq dediyimiz kimi, modulun nəticəsi heç vaxt mənfi qiymət verə bilməz. Yəni, modul ən kiçik 0 ola bilər. Bu zaman üçünə də 0 desək, bu zaman deməli bərabərsinin 0-a bərabər halını ala bilərik. Yəni, A plus B çıxılsın 11-im 0-a bərabərdir. Eyni qaydada B üstə gəlsə çıxılsın 12 bərabərdir 0-a. A üstə gəlsə çıxılsın 13-ün bərabərdir 0-a. Buradan ədədləri sağ tərəfə atsam, AB cəmimiz 11, BC cəmimiz 12 və AC cəmimiz bərabərdir 13 alarıq. Bizdən perimetri soruşur. Perimetri tərəflərin cəmi idi. Bu zaman üçün də tərəf-tərəfə toplamanı tətbiq eləyirəm.
Tərəf-tərəfə toplasam 2A üstəgəl 2B üstəgəl 2C-miz bərabərdir. 11, 12, 13-ün cəmi bərabər olacaq 36-ya. Hər tərəfi 2-yə bölsək, ABC cəmi də bərabərdir bizdə 36-ın yarısı 18. Bizdən də perimetr istəyirdi. Perimetrdə ABC cəmidir. Bu da olacaq 18. Deməli, cavabımız 18 olmalıdır. Növbəti keçirik dostlar 15-ci suala. Gəlin baxaq. 15-də deyir ki, bərabər yanlı üçbucağın iki tərəfinə görə uyğunluğu müəyyən edin. Deməli, deyir ki, tərəf deməli 8, bir də 17-dir. Gəlin indi baxaq dostlar. Bərabər yanlı üçbucağın bərabər yan tərəflərinə mən 8, 8 deməliyəm, yoxsa 17, 17 deməliyəm. Əgər bərabər yan tərəflərə 8, 8 desəm, bu zaman bizim qaydamıza əsasən üçbucağın üçüncü tərəfi digər tərəflərin cəmindən kiçik, fərqinin isə modulundan böyük olmalıdır. Dostlar, 17, 8, 8-in cəmi 16-dan kiçik deyil. Ona görə bərabər yan tərəflərə 8 qiyməti verə bilmərik. Onda bərabər yan tərəflər deməli 17 imiş. Bu zaman oturacağımız deməli 8 imiş. Deyir ki, bu zaman perimetri axtarsaq, perimetr bərabərdir 17, 17 bir də 8-in cəmi. 17, 17, 34 eləyir, 8 də gələndə alırıq 42. Perimetr 42 olmalıdır, 1-ə deməli B variantı uyğun gəlir. Oturacaq 6 yazıb, deməli 1-də A variantı uyğun gəlmir, oturacaq 8-də. Dostlar, keçirəm ikincisinə. Bu dəfə deyir ki, tərəflər 3-dən 9-dur. Gəlin də baxaq, bərabər yan tərəflərə 3 deyə bilərəm, yoxsa 9 deyə bilərəm. 3 desək, dostlar, deməli 3-cü tərəf 2 tərəfin cəmindən kiçik olmalıdır. 3-ün 3-ün cəmi 6 edir, 9 6-dan kiçik deyil. Onda bu hal yanlışdır. Bu dəfə bərabər yan tərəflərə 9, 9, oturacağı 3 deyirik. Perimetr bərabərdir 9, 9, 3-ün cəmi. Bu da 9, 9, 18, 3-sə gələndə 21 eləyir. Perimetr 21 olmalıdır. Deməli 2-yə C variantı uyğun gəlir. Və dostlar, üçüncüsünə baxıram. Bu dəfə tərəfi 6, 14 veribdir. Yan tərəflərə 6, 6, oturacağı 14 desəm, yenə yanlışdır. Çünki üçüncü tərəf digər tərəflərin cəmindən kiçik olmalıdır. 6 ilə 6-ın cəmi 12 eləyir. 14, 12-dən kiçik deyil. Ona görə yan tərəflərə 14 deyirəm, oturacağı 6 deyirəm. Buradan perimetri axtarsaq, 14, 14, bir də 6-nın cəmi 14, 14, deməli 28, 6-da gələndə alıram 34. Deməli, perimetrimiz 34-dür Y variantı, bir də oturacağı 6 cm-də A variantı. Deməli, 3-ə də AY variantı uyğun gəlir. Növbəti keçirik dostlar 16-cı suala. Gəlin baxaq. 16-da deyir ki, X-in ala biləcəyi ən böyük tam qiyməti tapın. Dostlar, qaydaya əsasən biz deyirdik ki, üçüncü tərəf üçbucağın digər tərəflərin cəmindən kiçik, yəni 10 ilə 7-nin cəmindən kiçik, fərqinin isə deməli modulundan böyük olmalıdır. 7 minus 10-un modulundan böyük olmalıdır. Yəni x plus 3 bizdə deməli 3 ilə 17-nin arasında yerləşir. Hər tərəfdən 3-ün çıxsam, bu zaman x bizdə 0 ilə deməli 14-ün arasında yerləşir. Bizə deyir ki, x-in ala biləcəyi ən böyük qiyməti tapın. 0 ilə 14 arasından ən böyük tam qiymət 13 qiymətidir. Deməli, cavabımız 13 olacaq. Növbəti keçirik dostlar 17-ci suala baxırıq. 17-də də oxşar qaydada verilibdir sual. X-in ala biləcəyi ən böyük tam qiyməti istəyir. Dostlar, biz bilirik ki, üçbucağın üçüncü tərəfi digər tərəflərin cəmindən kiçik, fərqinin isə modulundan deməli böyük olmalıdır. Yəni, x plus 5 böyükdür 2-dən, kiçikdir 18-dən. Hər tərəfdən 5-in çıxsaq, bu zaman x bizdə 2-dən 5-in çıxanda -3 qalır və deməli 18-dən 5-in çıxanda da deməli qalacaq 13 qiyməti. Deməli dostlar, x-in qiyməti -3 ilə 13 arasında dəyişir. Məndən x-in ala biləcəyi ən böyük qiyməti, tam qiyməti istəyirsə, 13-ün özünü ala bilmədiyi üçün biz də 12 götürürük. Deməli, cavabımız olacaq 12. Növbəti keçirik 18-ci suala. Dostlar, 18-ci sualda nə deyir? Deyir ki, üçbucağın perimetri 26-dan kiçikdirsə, x-in mümkün olan natural qiymətlərinin cəmini tapın. Deməli dostlar, perimetr deyirsəm, bu zaman x minus 1 üstəgəl 2x plus x plus 5-i toplayırıq, bərabərdir. Deyir ki, 26-dan kiçikdir. Deməli, kiçikdir 26-dan.
Bu zaman 4x üstə gəlsin 4 kiçikdir 26. 4x kiçikdir 22. Hər tərəfi 4-ə bölsəm x kiçikdir 5,5-dən. Digər tərəfdən dostlar, bizim deməli tərəflərimiz mənfi ola bilməz. Söhbət uzunluqdan gedir. Onda x-1-ə də elə qiymət yazmalıyıq ki, mənfi olmamalıdır. Onda dostlar deyirik ki, x-1'imiz də böyükdür 0-dan. Buradan alıram ki, x-im də böyükdür 1-dən. Deməli, x 1-dən böyük, 5,5-dən kiçik qiymətlər almalıdır. Bu aralıqda x-in hansı tam qiymətləri var? 2, 3, 4 və 5 qiymətləri var. Dostlar, o dəqiqə gedib qiymətləri götürmürük. Bizim qaydamıza əsasən üçbucağın deməli 3-cü tərəfi onun digər tərəflərin cəmindən kiçik, fərqinin modulundan böyük olmalıydı. Onda x-a mən 2 qiyməti yazsam nə baş verir? X-a 2 yazsaq, gəlin baxaq, 2 yazsaq, bu zaman tərəfin biri 2-dən 1 çıxanda 1 olur. Digəri 2-ni 2-yə vuranda 4 olur. Digəri də 2, 5-in cəmi 7 olur. Və qaydaya əsasən 3-cü tərəf digər tərəflərin cəmindən kiçik olmalıydı. Onda 1 ilə 4-ü toplayanda 5 eləyir. Deməli, 7 5-dən kiçik deyil. Yəni 3-cü tərəf digər tərəflərin cəmindən kiçik deyil. Deməli, 2 bizdə x-in qiyməti ola bilməz. 2 qiymətini atıram. Bundan sonra 3 qiymətini götürsək, dostlar, gətirib 3 qiymətini götürsəm, x-a mən 3 verəndə, bu zaman 3-dən 1 çıxanda aldığımız qiymət 2 olacaq. 2-ni 3-ə vuranda 6 eləyir, 6 olacaq və 3, 5-in cəmi 8 olur. Və 8 deməli 2 ilə 6-nın cəmindən kiçik deyil, bərabərdir. Deməli, bu şərtdə ödənmir. Ona görə 3 qiymətini də götürə bilmirəm. Amma dostlar, 4, 5 qiymətini götürə biləcəyik. Əgər 4, 5 qiymətini yoxlasaq, gəlin yoxlayaq. Deməli, 4 qiymətini gətirib yerinə yazsam, bu zaman 4-dən 1 çıxanda eləyəcək 3. 2-ni 4-ə vuranda 8. 4, 5-in cəmi də 9. 3, 8-in cəmi 11 eləyir, 9-dan böyükdür. Və yaxud da 3, 9-un cəmi 12 eləyir, 8-dən böyükdür. Bu şərt ödənir. Bu bir hal. İkinci halda x-a 5 qiyməti versəm, baxın 5 qiyməti versək, bu zaman 5-dən 1 çıxanda 4, 5-i 2-yə vuranda 10 və 5, 5-in cəmi də yenə 10 eləyəcək. Bu halda 4, 10-un cəmi 14 eləyir, 10-dan böyükdür və yaxud da 10, 10-un cəmi 20 eləyir, 4-dən böyükdür. Deməli, bu halda ödənir. Deməli, x-in qiyməti bizdə 4 və 5 ola bilər. Bizdən bu qiymətlərin cəmini istəyir, 4, 5-in cəmi də 9 olacaq. Növbəti keçirik 19-a. Dostlar, 19 da oxşar qaydada həll olunacaq. Deyir ki, üçbucağın perimetri 21-dən kiçikdirsə, x-in mümkün olan natural qiymətlərin cəmini tapın və cavabınızı əsaslandırın. Dostlar, perimetr deyirsə, tərəflərin üçündə toplayıram birinci addımda. Deməli, bu zaman x-1, 2x və x plus 4-ü toplayacağım. Bizdə deməli, kiçik olmalıdır 21-dən, kiçikdir 21. Bu zaman 4x üstə gəlinsin 3 kiçikdir 21 və 4x-im 21-dən 3-ün çıxanda qalacaq 18. Hər tərəfi 4-ə bölsəm, 18 də 4-ə böləndə nəticədə alırıq, deməli 4,5 qiyməti. Deməli, x 4,5-dən kiçikdir. Digər tərəfdən, dostlar, deməli, biz tərəfə mənfi qiymət verə bilmərik. x-1 də bizdə 0-dan böyük olmalıdır. Deməli, x da böyükdür, deməli 1-dən. Onda x-in ala biləcəyi qiymətlər 1 ilə 4,5 aralığında qiymətlərdir. Bu aralıqda hansı qiymətləri yaza bilərəm? 2-ni, 3-ü və bir də 4-ü yaza bilərik. İndi dostlar, bu qiymətlərdən yoxlasaq, əgər 2-ni gətirib yazsaq, x-a 2 deyəndə bu zaman nə baş verir? 2 deyəndə 2-dən 1 çıxanda tərəfin biri 1 olacaq, 2-ni 2-yə vuranda 4 olacaq, 2, 4-ün cəmi 6 eləyir. Qaydaya əsasən üçbucağın hər hansı iki tərəfi digər tərəfin cəmindən böyük olmalıdır. 1, 4-ü toplayanda 5 eləyir, 6-dan böyük olmur. Deməli, bu hal yanlışdır. Onda dostlar, 2 halını götürə bilmərik. Qaldı yerdə 3 ilə 4. 3 ilə 4-ü yoxlasaq, gətirib bu dəfə x-larıma 3 qiyməti yazsam, bu zaman 3-dən 1, 2, 3-ü 2-yə vuranda 6, 3, 4-ün cəmi 7. Yoxlayaq, 6, 2-nin cəmi 8, 7-dən böyükdür. 2, 7-nin cəmi 9, 6-dan böyükdür. 7, 6-nın cəmi 13, 2-dən böyükdür. Ödənir. Deməli, 3 doğru haldır. Bir də x-in yerinə 4 qiyməti yazsam, bu zaman 4-dən 1 çıxanda 3 eləyir, 4-ü 2-yə vuranda 8 eləyir və 4, 4-ün cəmi də yenə 8 eləyir. Deməli, indi yoxlasaq, 3, 8-in cəmi 11, 8-dən böyükdür. 8, 8-in cəmi 16, 3-dən böyükdür.
Bu da ödənir. Deməli, üçüncü tərəf üzürü sayının x-in qiyməti bizdə ya 3 ya da 4 ola bilər. Bu qiymətlərin cəmini istəyirdi. Bu da bərabər olacaq 7-yə. Növbəti keçirik dostlar 20-ci suala. Gəlin baxaq. 20-də nə deyir? Deyir, eni sabit uzunluqda olan düzxətli su kanalının bir tərəfində A və B nöqtələrində 2 gözətçi məntəqəsi, digər tərəfində C nöqtəsində isə bir gözətçi məntəqəsi mövcuddur. A və C arasındakı məsafə 20 metr, deməli AC məsafəsi 20 metr, B və C məntəqələri arasındakı məsafə isə 24-dür, bu da tamam. Deyir ki, A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini hesablayın. Dostlar, 20-də bizdən deməli AB-nin ala biləcəyi ən böyük qiyməti istəyir. Maksimum AB-ni soruşur. Nəyə bərabərdir? Dostlar, biz bilirik ki, ABC üçbucağı yaranıb. Əgər AB-nin uzunluğunu axtarsam, digər tərəflərin cəmindən kiçik, fərqinin modulundansa deməli böyük olmalıdır. Onda dostlar, AB-nin uzunluğu böyükdür 4-dən, kiçikdir deməli 44-dən. Məndən AB-nin ala biləcəyi maksimal qiyməti istəyir. Bu zaman AB-nin ala biləcəyi maksimal qiymət 44-dən kiçik 43 qiyməti var. Deməli, cavabımız 43 olmalıdır. Növbəti keçirik dostlar 21-ci suala. Yenə oxşar sual verilib. 21-də də deyir ki, eyni sabit uzunluqda olan düzxətli su kanalının bir tərəfində A və B nöqtələrində 2 gözətçi məntəqəsi, digər tərəfində isə C nöqtəsində bir gözətçi məntəqəsi mövcuddur. A və C arasındakı məsafə 30 metr, B və C arasındakı məsafə 26 metrdir. A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini hesablayın. Deməli, maksimum AB nəyə bərabərdir istəyir. Bayaqçı qaydadan istifadə edirik. Dostlar, üçüncü tərəfin uzunluğu digər tərəflərin cəmindən kiçik, fərqinin isə deməli modulundan böyük olmalıdır. Yəni, AB bizdə 4-dən böyük, 56-dan kiçikdir. Bu zaman dostlar, AB-nin ala biləcəyi maksimal qiyməti istəyirsə, maksimum AB-miz bərabər olacaq. 56-dan kiçik 55 var maksimum. 55-ə. Deməli, cavabımız 55-dir. Növbəti keçirik dostlar 22-ci suala. Gəlin baxaq. 22-də deyir ki, ABC üçbucağında AB-miz deməli 8, gəlin yazaq, AB 8, BC-miz 14 və bucaq B-miz deyir ki, bucaq A-dan böyükdür. Bu zaman AC tərəfinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Dostlar, bucaq B-miz bucaq A-dan böyükdürsə, bu o deməkdir ki, böyük bucağın qarşısında böyük tərəf dayanır. Yəni, bu o deməkdir ki, bucaq B-nin qarşısına dayanan tərəf AC-dir, bucaq A-nın qarşısına dayanan tərəf BC-dir. AC böyükdür BC-dən. Böyük bucağın qarşısında böyük tərəf dayanır. B böyük olduğu üçün A-dan, deməli, AC-miz də BC-dən böyük oldu. Və dostlar, bizim BC-miz deməli 14-dür. Onda AC də bizdə 14-dən böyük olmalıdır. Onda dostlar, yazırıq ki, AC deməli böyükdür 14-dən. Digər tərəfdən biz öyrənmişdik ki, üçbucağın üçüncü tərəfi onun digər tərəflərinin cəmindən kiçik, fərqinin isə modulundan böyük olmalıdır. Yəni, 8-dən 14-ün çıxanda -6 modulu 6 eləyir. AC 6-dan böyük, 8 14-ün cəmi də 22 eləyir. Deməli, 22-dən də kiçik olmalıdır. Bu zaman dostlar, AC-nin ala biləcəyi məndən maksimal qiyməti istəsəm, bizə deyir ki, ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Yəni, maksimum AC ilə, deməli, minimum AC-nin məndən cəmini istəyir. Dostlar, AC 14-dən böyük olmalıdır. 14-dən böyük, deməli, maksimum qiymət 22-dən də kiçik ola bilər. Ən böyük 21 var. 14-dən böyük, ən kiçik isə bizdə 15 qiyməti var. Bu zaman 21 ilə 15-i toplayıram, nəticədə alıram, deməli 36 qiyməti. Yəni, cavabımız 36 olmalıdır. Növbəti keçirik dostlar, eyni qayda ilə 23-cü sualı həll edirik. Dostlar, 23-də də deyir ki, ABC üçbucağında AB-miz 7, BC-miz 15-dir. Bucaq B-miz bucaq A-dan böyükdür. AC tərəfinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Yəni, maksimum, deməli, AC ilə minimum AC-nin qiymətləri cəmini istəyir məndən. Dostlar, şərtə görə bucaq B-miz böyükdür bucaq A-dan. Yəni, bucaq B-nin qarşısında AC tərəfi dayanır,
Bucaq A-nın qarşısında da deməli BC, yəni 15 dayanır. Biz bilirik ki, hansı bucaq hansından böyükdürsə, deməli qarşısına dayanan tərəf də digərinin qarşısına dayanan tərəfdən böyük olmalıdır. Bucaq B bucaq A-dan böyük olduğu üçün AC də 15-dən böyük olmalıdır. Digər tərəfdən üçbucağın üçüncü tərəfini araşdıranda digər tərəflərin cəmindən kiçik, fərqinin isə deməli modulundan böyük götürürük. Yəni AC burada 8-dən böyük, 22-dən də kiçik olmalıdır. Bu zaman dostlar, AC-nin ala biləcəyi maksimal qiyməti istəyirsə, 22-dən kiçik maksimum 21 var və AC digər tərəfdən 15-dən də böyük olmalıdır. 15-dən böyük, 22-dən kiçik ədədlərin içərisində ən kiçikdə 16 qiyməti var. Bu zaman maksimumdan minimumu toplasam nəticədə alıram. Deməli 37 qiyməti. Yəni cavabımız olacaq 37. Dostlar, bununla da üçbucaqlar mövzusunun birinci hissəsinin sonuna çatdıq. Sağ olun, salamat qalın.